Zəhmət olmasa. Bəli, dedik ki, məscidin nəzdində vaxtı ilə dedik ki, mədrəsə fəaliyyət göstəribdi və 1936-44-cü illərdə məscidin fəaliyyəti dayandırılıb. Lakin 1944-1962-ci ilədək ibadət evinin fəaliyyəti bərpa olunub və 1990-cı ildən yerli sakinlərin səyi nəticəsində məscid yenidən açılıb və bir il sonra abidə təmiri bərpa işləri aparılıbdır. Tarixi mənbələrə görə məscidin tikintisi Gəncənin o dövrünün mühüm siyasi, iqtisadi və mədəni deyək ki, mərkəzlərindən biri olması kimi əks etdirilir. Məscid Gəncə şəhərinin mərkəzində Cümə meydanında yerləşdiyi üçün xalq arasında Cümə məscidi adı ilə tanınır. Tikilmiş memarlıq üslubu klassik türk memarlığının xüsusiyyətlərini özündə birləşdirir. Məscid əsasən qırmızı pişmiş kərpiçdən inşa edilmişdir ki, burada ona xüsusi estetik, bu da ona xüsusi estetik verir. Şah Abbas məscidinin plan Olacaq quruluşu nədir? sayda Girsin tədbirə. professionaldır. Məscid geniş ibadət zalı, hündür tavanı, işıqlandırma sistemi, dini deyək ki, ayinlərin rahat icrası üçün nəzərdə tutulmuşdur. Məscidin minarəsi, fəsad elementləri memarlıq baxımından diqqət çəkir. Tarix boyu məscid bir neçə dəfə təmir və bərpa olmuş, lakin öz ilkin memarlıq üslubunu qoruyub saxlamışdır. Məscid binasına daxil olmaqla onun yerləşdiyi meydanın ilk görünüşü haqqında məlumat vermək istərdim. 1797-ci ildə işlənmiş Gəncə qalasının baş planı mərkəzi hərbi tarixi arxivində saxlanır. Abidənin mehrabı öz tərəfindən hicri tarixlə 1271-ci ildə qeyd var. Çox güman ki, bu tarix layihənin yerinə yetirilməsində əks etdirir. Məscidin giriş portalının kompozisiyasını tamamlayan sağ və sol tərəflərdə yerləşən qoşa minarələr sonralar tikilibdir. Şərq minarəsində hicri təqvimlə 1271-ci il göstərilən yaşıl rəngdə minalanmış kərpiçlərdən düzülmüş rəqəmi mövcud olmağına baxmayaraq, minarələrin deyək ki, tikilmə tarixi dəqiqləşdirilməyibdir. Müxtəlif vaxtlarda tikilən minarələr memarlıq işlərinin forma və xarakterinə görə analoji olsa da onlar arasında fərqlər mövcuddur. Minarələrin biri 1920-ci il Gəncənin Rus ordusu tərəfindən işğalı zamanı top mərmilərlə zədələnib, vaxtilə tikilinin bəzi pəncərələrində boşluqlarda qalmış. Daha sonra isə ornamental şəbəkələrlə yığılan 1214-cü ildə həkk olunmuş tərtibata əsasən bu şəbəkələr abidənin inşaatından sonraki dövrə aiddir. Şəbəkələrin rəngli şüşələrlə birlikdə geniş tətbiqi 18-ci əsr Azərbaycan sarayları üçün də xarakterikdir. Sovet dövründə dini fəaliyyətlər daha doğrusu məhdudlaşdırılsa da, müstəqillik illərində məscid yenidən fəaliyyətə başlamış və bu gün də Gəncə əhalisinin dini həyatında mühüm rol oynayır. Şah Abbas məscidi təkcə ibadət deyək ki, məkanı deyil, eyni zamanda Azərbaycan xalqının dini, mədəni irsini əks etdirən qiymətli tarixi abidədir. Məscid 2 dəfə əsaslı təmir etdirən igidliyi ilə Azərbaycanın qəhrəmanlıq rəmzinə çevrilən Gəncə hakimi Cavad xanın məqbərəsi də daha doğrusu bu abidənin yaxınlığındadır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məscidin yenidən təmir bərpa işləri aparılıbdır və bu zaman abidə əvvəlki görkəminə qaytarılıb. Burada dini ayinləri icra etmək üçün hər cür şərait yaradılıbdır və bu gün də Gəncə şəhərində ən möhtəşəm deyək ki, abidələrdən biri hesab olunur Şah Abbas məscidi. Bu qədər təşəkkür edirəm söz verdiyiniz üçün Nailə xanım. Minnətdaram. Aynur xanım, sizə də minnətdaram. Çox sağ olun Nərgiz xanım. Biz də sizə təşəkkür edirik. İndi də sözü veririk. Sağ olun, minnətdaram. İndi də sözü veririk İbrahimov Nərgiz, Gəncə Dövlət Universitetinin. Nərgiz Məhəmməd danışdı, bəli. İndi sözü veririk Abdullayeva Sevda. Azərbaycan Ada Universitetinin dosenti, tarix elmləri. Hər vaxtınız xeyir. Doğru. Hər vaxtınız xeyir. Xoş gəldiniz. Hörmətli Nailə xanım. İlk İlk olaraq söz verdiyiniz üçün təşəkkürümü bildirirəm. Biz sizə təşəkkür edirik Məhəmməd dəvətimizi qəbul etdiyinizə görə. Buyurun. Qeyd edim ki, məndən qabaq çıxış edənlər, hörmətli Gültəkin xanım, Nərgiz xanım, məsələ ilə, mövzu ilə bağlı Azərbaycanda və eyni zamanda Gəncədə dini abidələrlə bağlı müəyyən qədər məlumatlar verdilər. Daha doğrusu xeyli məlumatlar verdilər və ətraflı məlumatlar verdilər. Mən ilkin olaraq təqdimatımı təqdim edəcəm. Burada slaydla təqdim edəcəm.
və təşkilatçı xahiş edirəm, icazə versin ki, mən nümayiş elətdirə bilim bu Bəli, slaydımı. bəli. Xəyal, zəhmət olmasa Sevda müəllimənin slaydlarını göstərməyə imkan verərdi, zəhmət olmasa daha maraqlı olar. Xəyal, eşidirsiniz məni? Xəyal, eşidirsiniz məni? Bəli, bəli, icazə verirəm. Zəhmət olmasa Xəyal. Aha, buyurun. Buyurun Sevda müəllimə. Aha. Və maraqlı məsələlərdən biri, mən ilkin olaraq təqdimata keçməmişdən qabaq bir məsələni xüsusilə qeyd etmək istərdim. Mövzu çox gözəl seçildi, Gəncədə dini abidələr. Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda ilk ölkədir ki, burada həm kilsə ilk olaraq Azərbaycanda fəaliyyətə başlayıb, bu Şəki şəhərində, Kiş kəndində olan Alban kilsəsidir və eyni zamanda məscid ilk olaraq məhz Azərbaycanda fəaliyyətə başlayıb, Şamaxı şəhərində fəaliyyətə başlayıb və Gəncə şəhəri özü bugün də müxtəlif belə deyək də, dinin mənsub olan insanların tam rahat şəkildə dini ibadətlərini yerinə yetirəcək bir şəhərlərdəndir. Və necə ki, bu dövlətin siyasətidir. Azərbaycan tolerant bir ölkədir, multikultural bir ölkədir və bunu Azərbaycanın hər bir şəhərində görmək olar. Yaradılmış bu imkanı biz sizə bilərik. Eyni zamanda Gəncədə və Gəncədə bugün həm kilsə fəaliyyət göstərir şəhərin mərkəzində və eyni zamanda bir neçə metr aralıda, 100 metr aralıda eyni zamanda məscid fəaliyyət göstərir. Bu Azərbaycanın və eyni zamanda Azərbaycan xalqının tolerant və multikultural bir ölkə olduğunun bir daha bariz nümunələrindən biridir. Eyni zamanda bugün Gəncədə də bu dini abidələrimiz istər xristian dininə mənsub olan, istər İslam dininə mənsub olan abidələrin eyni ilə fəaliyyət göstərməsi bir daha sübut edir ki, bəli, Azərbaycanda və eyni zamanda Gəncədə bütün dinlərdən olan nümayəndələrə və həmin o dinlərin müqəddəs ocaqlarına çox böyük hörmətlə yanaşırlar. Təəssüflər olsun ki, əfsuslar olsun ki, bədnam qonşularımız bizim 30 ilə yaxın işğal altında olan torpaqlarımızda nəinki kilsələri dağıtdılar, eyni zamanda hətta məscidlərdə donuz belə saxladılar. Bu, onların nümunəsidir, amma digər bir nümunə isə Azərbaycanda və eyni zamanda digər Azərbaycanın şəhərlərində demək, hələ də bugün də tolerant multikultural mühitin mövcud olduğunu nümayiş etdirən bu dini abidələrdir. Mən istərdim bugün çox hörmətli Gültəkin xanım bəzi məsələləri qeyd elədi, eyni zamanda İmamzadə türbəsi haqqında. Mən biraz tarixi məsələdən yanaşmaq istərdim və baxım görüm, əgər icazə verdisə də, icazə verib admin, mən demək, burada yəqin ki, görünür. Görünürmü? Yox, məndə görünmür. Hə, indi göründü. Göründü. Bəli, Sevda müəllimə, göründü. Gəncə İmamzadəsi eyni zamanda şəhərin sivilizasiya tarixinin şahididir. Bugün Gəncə eyni zamanda qədim bir mədəniyyəti özündə əks etdirir və bu qədimliyi, bu mədəniyyəti, bu sivilizasiyanı özündə daşıyan eyni zamanda bu abidələrdir. Belə ki, 8-ci əsrdə ucaldılmış, mən bugün xüsusilə bir dini abidəmiz haqqında, İmamzadə türbəsi haqqında məlumat verəcəm və çox xoşbəxtdik ki, bugün Azərbaycanda, bugün Azərbaycanın ilk paytaxtı olan Gəncədə belə tarixi abidə bugün də qorunur, eyni zamanda həm Azərbaycandan olan, eyni zamanda Azərbaycana, Gəncəyə gələn qonaqlar məhz həmin o ocağı demək, ziyarət edirlər. 8-ci əsrdə ucaldılmış İmamzadə türbəsi Gəncənin qədim şəhər mədəniyyəti mərkəzi kimi formalaşmasının ən mühüm tarixi sübutlarından biridir. Bu müqəddəs ziyarətgah təkcə dini əhəmiyyətə malik deyil, həm də Azərbaycanın erkən orta əsr memarlıq sənətinin əvəzsiz nümunəsi, şəhərin xronoloji yaşının müəyyənləşdirilməsində əsas mənbələrdən biridir. 739-740-cı illərdə müsəlman dünyasının 5-ci imam demək. Sizdə görsənirmi bu?
Bəli, bəli, görürsən. Aha, İmam Məhəmməd Bağırın oğlu Şəhzadə İbrahim vəfatından sonra qəbri üzərində ucaldılmış bu türbə Gəncənin erkən orta əsrlər dövründə artıq formalaşmış bir şəhər mərkəzi olduğunu sübut edir. Abidənin daxili divarında aşkar edilmiş mərmər kitabədə hicri tarixi ilə 120-ci il, miladi tarixi ilə isə 739-740-cı illər göstərilir. Ərəb dilində yazılmış bu epiqrafik nümunə türbənin inşa tarixini dəqiq şəkildə təsdiqləyir və Gəncənin şəhər kimi yaşının müəyyənləşdirilməsində əsas sənəd rolunu oynayır. Kitabədə belə yazılıb: O Allah əbədidir və eyni zamanda bu İmam Məhəmməd Bağırın ona salamı olsun. Oğlu Mövlana İbrahim müqəddəs məkanda, yəni şərəfli məkanda yerləşmiş şərəfli cənnət bağıdır. Yəni bu göstərilir ki, həqiqətən də Gəncə həmin dövrdə artıq bir şəhər kimi formalaşmışdır. Həmin dövrdə hələ formalaşacaq, yaranacaq bir ərazi kimi deyil, artıq şəhər kimi mövcud idi. Eyni zamanda 8-ci əsrdə İslamın qəbulu və mədəni transformasiya məsələləri mövcud olmuşdur və yeni dinin yayılması, xüsusilə 7-ci əsrdə Ərəbistan yarımadasında yaranan İslam dini qısa müddət ərzində Azərbaycan ərazisində də yayılmışdır və 8-ci əsr bu dinin xalq tərəfindən qəbul edilməsinin ilk əsrlərinə təsadüf edir. Peyğəmbər şəcərəsinə mənsub olan Şəhzadə İbrahim Həzrət Məhəmməd Peyğəmbərin şəcərəsinin nümayəndəsi 5-ci İmam Məhəmməd Bağırın oğludur və onun xatirəsinin bu qədər ehtiramla yaşadılması xalqımızın mənəvi dəyərlərini əks etdirir. Mən artıq mövzuya başlamamışdan qabaq bunu qeyd elədim ki, bəli, Azərbaycanda bütün dinlərə, bütün dinin nümayəndələrinə çox böyük hörmətlə və ehtiramla anılır və eyni zamanda bu məbəd də, bu ocaq da onun bir daha nümunələrindən biridir. Demək olar ki, həmin dövrlərdə xalqımızın mənəvi dəyərlərinə və humanist xüsusiyyətlərinə yaxın olan cəhətləri özündə əks etdirən bu pak, saf din əhli tərəfindən çox qısa müddət ərzində qəbul olunmuş bu din eyni zamanda imkan verdi ki, demək insanların həm bu dinə, yəni İslam dininə ehtiramı və eyni zamanda İslam mədəniyyətinə tez bir zamanda qəbul edib İslam mədəniyyətinin belə deyək, yiyələnməsi və o İslam mədəniyyəti dövründə, İslam sivilizasiyası dövründə eyni zamanda şəhərlərimiz də çox böyük bir sivilizasiyadan keçdi. İslamın Gəncədə bu qədər tez qəbul edilməsi şəhərin artıq yüksək mədəniyyət səviyyəsinə malik, açıq və inkişaf etmiş bir icma olduğunu göstərir. Yerli əhalinin Şəhzadə İbrahimin qəbrini əsrlər boyu qoruyub saxlanması və ziyarətgaha çevirməsi də bu mədəni demək mühitin olduğunu bir daha özündə təzahür etmişdir. Qeyd edim ki, Şəhzadə İbrahimin faciəvi taleyi də burada xüsusilə diqqəti cəlb edir və mən məsələyə daha çox tarixi baxımdan yanaşmağı üstün tutmuşam. Burada mimarlıq baxımından deyil də tarixi baxımdan daha çox yanaşmağı üstün tutduğumdan bu məsələyə xüsusilə toxunmağı özümə borc bildim ki, 5-ci İmam Məhəmməd Bağırın övladı olan Şəhzadə İbrahimin qardaşı İsmail ilə birgə Bərdə və Gəncəyə pənah gətirmişlər və hicri tarixi ilə 120-ci ildə və miladi tarixi ilə 739-740-cı illər arasında baş vermiş xəyanət nəticəsində düşmənləri tərəfindən ələ keçirilərək şəhid edilmişlər. Yerli əhali onun qəbrini heç vaxt unutmamış və əsrlər boyu qoruyub saxlamış və bu günümüzə qədər gəlib çıxmasına kömək olmuşdur. Gəncədə çox mehriban, ehtiramlı münasibət görsə belə, bu imam övladı əslində qərib diyarda idi və onun qəriblikdə qətlə yetirilməsi, burada dəfn edilməsi xalq arasında müəyyən müddət ərzində məhz İmamzadənin
qərib İmamzadə və yaxud da göy imam kimi adlandırılmasına səbəb olmuşdur. Bu bir daha mən hər dəfəsində deyirəm və çalışıram hər dəfəsində bunu bir daha qeyd edeyim ki, xalqımızın insanlara humanist münasibətlərinin, eyni zamanda dəyərinin bir təzahürüdür. Bütün bu istər adlandırmalar, qeydlər və s. və ilaxır. İlk dəfə olaraq məhz Gəncə İmamzadəsinin tarixinə biz nəzər salsaq, ilk dəfə olaraq tədqiqatçı Niyazi Rzayev tərəfindən Gəncə İmamzadəsi verəkdə bir elmə çəkilmiş, onun haqqında müəyyən fikirlər bildirilmişdir tədqiqat məqsədi ilə. Amma tədqiqatdan qabaq mən indi qeyd edəcəm, Bakıxanov öz Gülüstan İram əsərində artıq bu haqda müəyyən məlumatlar verirdi. Xüsusilə 1947-ci ildə mimar və tədqiqatçı Niyazi Rzayev İmamzadənin demək, elmi araşdırılmasına başlanmışdır və 1957-ci ildə Köhnə Gəncə İmamzadə türbəsi məqaləsi ilə Azərbaycan Tarixi Muzeyinin əsərləri məcmuəsində dərc olunmuşdur. Və bu ilk elmi tədqiqat işi idi bununla bağlı olaraq. Gəncə İmamzadəsinin tarix keçmişinin önəmli cəhətlərini əks etdirmək baxımından mərhum mimar tədqiqatçı Niyazi Rzayevin Köhnə Gəncədə İmamzadə türbəsi adlı elmi məqaləsi məhz birinci hesab edilə bilər. Bu elmi əsərdə mimar İmamzadənin mimarlıq quruluşundan, tikinti xüsusiyyətlərindən, abidənin sənətkarlıq baxımından diqqətə layiq cəhətlərindən ətraflı bəhs etmişdir və ziyarətgahın ayrı-ayrı vacib aspektlərini işıqlandırılsa da, bəhs olunan dövrün siyasi demək, atmosferi 8-ci əsrdə inşa edilməsinə dair bəzi tarixi həqiqətlərin tam şəkildə qələmə alınmasına imkan verməmişdir. Yəni, biz bilirik ki, bu tədqiqatların daha da gücləndirilməsi, tədqiqat işlərinin daha da irəli sürülməsi və xüsusilə də aparılan tədqiqatın Sovetlər dönəmində təsadüf etməsi və Sovetlər dönəmində belə bir işin ortaya qoyulması o qədər asan bir məsələ deyildir. Və müsbət cəhətlərdən biri ondan ibarətdir ki, Sovetlər dövründə bu nadir istisnadır ki, İmamzadə türbəsi fəaliyyət göstərir. Əgər biz diqqət yetirsək, görərik ki, bayaq Gültəkin xanım da qeyd elədi ki, bir neçə bizim məscidlərimiz, dini abidələrimiz həmin dövrlərdə kitabxanaya çevrildilər və yaxud da hər hansı tibb müəssisəsinə çevrildilər, poliklinika kimi fəaliyyət göstərirdi. Amma yeganə olaraq İmamzadə türbəsi elə öz fəaliyyətini davam elətdirdi və bir fakt kimi qeyd olunmalıdır ki, 1930-cu ildə keçmiş SSR ərazisində bütün dini ibadətgahların fəaliyyəti rəsmi sürətdə qadağan olunmuşdur. Bir daha qeyd edirəm, amma yalnız və yalnız İmamzadə türbəsi demək, öz funksiyasını tam olaraq davam elətdirmişdir. Nizami Gəncəvi və İmamzadə əbədi mənəvi bağlılıq. Bəli, biz burada müəyyən zaman fasiləsində Mövlana İbrahimin vəfatı və İmamzadə türbəsinin inşası ilə dahi Nizaminin yaşadığı dövr arasında 4 əsr zaman fasiləsi mövcuddur. Amma Nizami Gəncəvi yaşadığı dövrdə İmamzadə ziyarətgahı artıq mövcud idi. Pak və saf xisləti İmam övladı İbrahimin xatirəsinə bütün Gəncəlilər kimi sonsuz ehtiram və məhəbbət bəslənmişdi və qeyd edək ki, həmin dövrdə, yəni Nizaminin dövründə məhz İmamzadə türbəsinin yerləşdiyi ərazi xüsusilə də sonradan demək Nizami Gəncəviyə bu hədiyyə edilmişdir. Bu hədiyyənin əsas məsələsi nədən ibarətdir? Bunu eyni zamanda hesab edən ədəbiyyatçılar da bilir ki, 1186-cı ildə İmamzadə abidəsi və onun ətrafında olan torpaqlar dahi Nizami Gəncəviyə Azərbaycan Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən hədiyyə edilmişdir. Bu hədiyyə məşhur Xəmsəyə daxil olan əvəzsiz sənət incisi Xosrov və Şirin əsərinə görə verilmişdir və Nizaminin bu müqəddəs məkana sahib çıxması onun maddi maraqları ilə deyil, İmamzadə abidəsinə olan sonsuz ehtiramından qaynaqlanırdı. Əslində Nizami Gəncəvi də uca tanrının sevib seçdiyi, məhz bu səbəbdən də bütün insanlardan
fərqləndirərək xüsusi istedad bəxş etdiyi qeyri-adi şəxsiyyət idi və Şeyx Nizami mətiyyəçi, saray şairi olmamışdır və heç bir vaxt sifarişlə əsər yazmamışdır. Odur ki, onun müəyyən bir əraziyə maddi maraqları əsas götürərək sahib olması demək olar ki, yanlışdır. Sadəcə olaraq bir daha qeyd edirəm ki, onun bu necə deyək, xarakterindən irəli gəlir ki, eyni zamanda bu əraziyə bəlkə də baxım üçün, bəlkə bu əraziyə hakim olmaq üçünmü həmin o torpaqlar ona demək hədiyyə edilmişdir. Şəhər xronologiyasının müəyyənləşdirilməsində rolu çox böyükdür məhz İmamzadə türbəsinin. 8-ci əsrdə türbənin inşası bir daha onu göstərir ki, Gəncə artıq şəhər kimi formalaşmışdır və yüksək sənətkarlıq və ənənələri həmin dövrlərdə artıq Gəncədə var idi. Türbənin memarlıq keyfiyyəti, eyni zamanda epiqrafik nümunələri, yerli əhalinin əsrlərlə istinad edən sənətkarlıq və ənənələrinə sahib olduğunu bir daha həmin elə o abidə nümayiş etdirmişdir. Əsrlərlə mühafizə olunmuşdur həmin abidə, İmamzadə türbəsi. Abidənin əhali tərəfindən əsrlər boyu qorunması və ziyarət edilməsi Gəncənin davamlı şəhər mədəniyyətinin mərkəzi olduğunu bir daha təsdiq edən məsələlərdən biridir. Gəncənin məhz şəhər olaraq xronoloji yaşının müəyyən edilməsində bu dəyərli tarixi abidənin əhəmiyyəti kifayət qədər böyükdür. Xalq arasında həm də Böyük İmam adlandırılan bu ziyarətgah 8-ci əsrdə ucaldılması haqqında artıq biz məlumatlar alırıq və məlumata sahibik və türbənin inşa edilməsi və əsrlərlə əhali tərəfindən mühafizə olunması artıq Gəncənin yüzilliklərə istinad edən şəhər mədəniyyətinin mərkəzi kimi formalaşmasına bir daha dəlalət edir. Coğrafi yerləşmə baxımından və eyni zamanda şəhərin planlanmasına baxanda Gəncə İmamzadə türbəsi şəhərin qədim ərazisində, xarabalıqları yaxınlığında yerləşir. Bu strateji mövqeyi abidənin şəhərin ilk yaşayış mərkəzlərindən birində ucaldığını göstərir. Türbənin məhz bu ərazidə inşa edilməsi və əsrlər boyu saxlanması Gəncənin erkən orta əsrlərdən başlayaraq şəhər planlanmasının və məkan təşkilinin necə formalaşdığını başa düşməyə imkan verir. Beləliklə, Gəncə şəhərinin ərazisi məkan baxımından tarixi yerdəyişmənin daha dəqiq müəyyən edilməsində və İmamzadə kompleksinin mənbəşünaslıq dəyəri danılmazdır. Abidənin şəhərin qədim toxunulmazlığının canlı şahidi kimi demək bu gün də çıxış etməkdə davam edir. Bir daha bilirik ki, Gəncə bir neçə dəfə belə deyək, zəlzələ demək baş verdiyindən yerini dəyişməyə məcbur olmuşdur. Amma bu abidə eyni zamanda şəhərin ilkin yerləşdiyi ərazi, onun şəhər salma mədəniyyəti, coğrafi mövqeyi haqqında da müəyyən fikirlər yürütməyə imkan verir. Və qeyd edim ki, Abbasqulu mən bayaq qeyd edirdim, bizim ilk tədqiqata cəlb olunan bir əsər, belə deyək də, elmi tədqiqata cəlb olunması haqqında. Amma bəzən insanlar düşünə bilər ki, bu elmi tədqiqata qədər ümumiyyətlə bu yəni İmamzadə türbəsi haqqında heç bir yerdə və yaxud da tarixçilər tərəfindən heç bir məlumat yoxdurmu? Əsla elə deyil. Abbasqulu Ağa Bakıxanovun qeydlərində məhz bu məsələ xüsusilə ön sıraya çıxır. Belə ki, Abbasqulu Ağa Bakıxanov Gülüstan İrəm əsərində, hansı ki 1841-ci ildə dərc olunmuşdu, orada məhz İmamzadə türbəsi haqqında müəyyən qeydlər verir və qeyd edir ki, bir çox cəhətcə kənd xarabaları Aran şəhərlərində yüksək dərəcəli 3 İmamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində demək olan türbələri Bülbülə kəndindəki İmamzadələr göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur. Yəni İstər Bərdədə, istər Şamaxıda, istər Gəncədə olan bu abidələr bir daha Azərbaycan xalqının multikultural mühitinin və tolerant mühitinin göstəricisidir, daşıyıcısı olduğunu nümayiş etdirməkdədir. Və bunu hətta məhz bir daha qeyd edim ki, Abbasqulu Ağa Bakıxanov öz əsərində bu haqda fikirlər irəli sürmüşdür. Və bugün İmamzadə türbəsi qorunur. Bugün İmamzadə türbəsi dövlət tərəfindən
demək, mədəni, dini abidə kimi qorunmaqdadır. Dövlətin böyük qayğısı var və eyni zamanda bugün insanlarımız çox böyük inanclar ona doğru gedirlər. İstər yerli sakinlər, istər Gəncəyə gələn qonaqlar, istər Azərbaycana gələn qonaqlar məhz Gəncə İmamzadəsinə çox böyük ehtiramla yanaşırlar. Əlbəttə ki, bu bir daha Azərbaycan xalqının və Azərbaycan dövlətinin dinə və belə demək, müxtəlif dinin nümayəndələrinə olan hörmətin birbaşa göstəricilərindən biridir. Mənim çox vaxtınızı almadan qısa olaraq bunları deməyə çalışdım. Mən məsələnin belə deyək, daha çox memarlıq üslubundan deyil, onun tarixi yanaşması haqqında çalışdım ki, demək sizə məlumat verim. Aynur xanım, buyurun. Çox sağ olun Sevda xanım. Minnətdaram. Sağ olun. Təşəkkür May edirəm. xanım, buyurun. Çox sağ olun. Mən təşəkkür edirəm. Bizə xeyli məlumatlandırdınız. Çox sağ olun. Minnətdaram. Siz sağ olun. Minnətdaram söz verdiyiniz üçün. İşlərinizdə uğurlar arzu edirəm. Çox sağ olun. Sevda müəllimə çox sağ olun. Təşəkkür edirəm sizə. Vaxt ayırıb qoşulduğunuza görə, geniş şəkildə mənzərəniz üçün çox sağ olun müəllimə. Çox sağ olun Aynur xanım. Uğurlar arzu edirəm. İşinizdə Çox müvəffəqiyyətlər sağ arzu olun. edirəm. Çox sağ olun. Var olun. Təşəkkür edirəm. Siz sağ olun müəllimə. Buyurun, buyurun. İndi də